Suraxanıda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib. Martın 5-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 282 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Qaya Məmmədov da iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib. Xalqımıza sülh və əmin-amanlıq arzulayıb. O bildirib ki, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik dövlət quruculuğu sayəsində ölkəmizin iqtisadiyyatı inkişaf edir, xalqımızın rifah halı yaxşılaşır. Bugün aparılan düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq arenadakı nüfuzu artaraq ölkəmiz dünyada söz sahibinə çevrilib. Rayon icra hakimiyyəti başçısı əminliklə vurğulayıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan bütün nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır. Həmçinin Milli Məclisin deputatı Qaya Məmmədov da çıxış edərək bildirib ki, sakinləri narahat edən problemlərin həlli ilə bağlı məsələlər müntəzəm olaraq Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılır və bundan sonra da bu istiqamətdə lazımi tədbirlər həyata keçiriləcək. Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək, onların həlli istiqamətində rayon icra hakimiyyəti başçısı Adil Əliyev tərəfindən aidiyyatı üzrə tapşırıqlar verilib. Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.